Biz daha çox indi açıq etiraf eləyək də, Türkiyə televiziya kanallarına biz baxırıq, bəzən Rusiya televiziya kanallarına, amma çoxluq Türkiyə aydındır və Türkiyə televiziyalarında elə layihələr, elə verilişlər var ki, insan baxanda dəhşətə gəlir ki, buna necə razılıq verirlər, nə bilim, yemək deyək ki, verilişidir ya proqramıdır. 5 saat. Bir də, yəni ki, orada maraqlıdır ki, adamlar yeməkdən daha çox, orada bir intriqa var, bir-birini təhqir etmək var, yemək qalır qıraqda. Yəni, insan baxırsan ki, bu layihə, bilmirəm, hər halda reytingi var, amma bu təkcə hər şey reyting deyil, və yaxud da yarışma proqramları var. Bizə də deyək ki, o tərəflərdən gələn bir axım var. Bizdə də bəzi adamlar qoşulur buna. Maraqlıdır ki, oralarda hələ verilişlər davam eləyir, amma biz niyə kimisə yamsılamalıyıq baxaq? Biz niyə daha tez təsir altına düşürük? Bilmirəm. Bir ara Rus nə edirdi, onu təkrarlayırdıq. İndi Türkiyə çox istəyirik biz. Mən də Türkiyədən ötürü ürəyim gedir. Sağ olun. Amma elə şeylər var ki, bizə xas olan şeydir, amma bir də var bizə xas olmayan şey. Və biz heç də vacib deyil ki, Türkiyə telekanallarında olan verilişləri yamsılayaq. Onlar da Avropadan alırlar o layihələri. Onlarda da var. Bilirsiniz, indi mən sizə bir şey söyləyeyim də, bir məfhum var da, deyirlər sarı mətbuat. İngiltərədə, məsələn, sarı mətbuat var, özü çox güclüdür. Amma onlar peşəkardırlar. Peşəkarlıqdan gedir söhbət. Əgər sən sarı mətbuat olaraq peşəkarcasına çalışırsansa, bu normal bir şeydir. Bir də var ki, sarı mətbuatın adını eşidibsən, amma bilmirsən bunun məğzi nədir və sən də peşəkar deyilsən. Və bir şey də var da, bizim peşəni bir çoxları peşə saymır. Jurnalistika. Deyirlər ki, tutalım, vətəndaş jurnalistikası. Nə olan şeydir bu vətəndaş jurnalistikası? Hələ bir telefon var. Yox, başa düşürəm, indi bir faktı götürürsən, çəkirsən. Əla, bir şey demirəm. Mən orada olmamışam, sən vətəndaş kimi oradasan, yanlış bir şeyi görübsən, çəkibsən, göstərirsən. Əla, təşəkkür eləyirəm və bu bizim borcumuzdur ki, biz də onun arxasınca gedib peşəkarcasına araşdıraq. Bir də var, hər adam əlinə telefon götürür, əgər əysiyi göstərmir ki, özünü çəkir, çıxardır ortalığa, nə bilim, biri yemək yeyir, biri hoppanır, biri tullanır və buna deyirlər vətəndaş jurnalistika, elə deyil. Jurnalistika peşədir və bizim problemlərimiz də hamısı ondan irəli gəlir. Çünki həkim olan gəlir, çıxır efirə və deyir ki, mən jurnalistəm, veriliş aparır. Tutalım, həkim olmasın, aqronom olsun, nə bilim, şərab fakültəsini bitirən gəlir, nə bilim, neyniyir. Bu peşədir və peşəyə qiymət vermək lazımdır və peşəkarlara qiymət vermək lazımdır. Nə mənada? Bu mənada ki, peşəkar ola bilsin səni incidən, amma həqiqəti söyləyəcək. Səndən düşmənçiliyi yox da, o faktı göstərir. Ola bilir də, səndən adam səhv eləyə bilər. Amma bir də var, bu səhv mütəmadi hal alırsa, bu o deməkdir ki, sən bu ölkəyə, bu devlətə, bu hökumətə ziyan vurursan, bu millətə ziyan vurursan. Və mən jurnalist olaraq, peşəkar olaraq o faktları göstərməliyəm. Da həmin o işi görən adamın burnunumu, qaşınımı, gözünümü, ailəsini müzakirə etməməliyəm. Mən fakta istinad eləyərək deməliyəm ki, filan şey belə oldu və bunun da biz belə düşünürük ki, günahkarı filan şey ola bilər, yaxud kimsə ola bilər. Jurnalistika ancaq yönləndirə bilər. Yerdə qalan hüquq mühafizə orqanlarının işidir.
Əgər fakt doğrudursa, təsdiqini tapırsa, ölçünü götürürlər. Yox, tapırsa deməli düz eləmədik biz. Təksibimizi verəcəyik. Belə.